Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Habibi ilahina ve tabibi nufusina Ebil Kasimi Muhammed. Ve alihi tayyibine tahirin ve la'nut daim ala a'daihim ecma'in minel an ila liqai yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Usikum ve nefsi bi tekvallah. Sizi ve özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah bu ili hər biriniz üçün bərəkətli eləsin. Allah bu ili hər biriniz üçün xeyirli eləsin. Və bu axşamdan Həzrət Əli əleyhissalamın Mövlud gecəsi daxil olur. Eyni zamanda ikisi gecə daxil olur. Üçü Mövluddur, Mövlud günüdür. Allah xalqımıza, özümüzə Həzrət Əlinin sevgisini, məhəbbətini çox görməsin inşallah. Biz Həzrət Əli əleyhissalamın gənclərə nəsihətini izah edirdik. Gəlib çatmışdıq bu yerə. Keçən çıxışda müəyyən qədər işarə eləmişdik. Həzrət Əli əleyhissalam danışığa işarə edirdi. Və olduqca möhtəşəm ifadədir və çox dərin cümlədir. Bacardığım qədər bir neçə çıxışa, keçən çıxışda da demişdim ki, bir neçə çıxışa izah etməyə çalışacağım. Həzrət Əli əleyhissalamın bu yerdə buyurduğu cümlə budur ki, buyurur ki, və da'il qavlə fīmā la ta'rif. Bilmədiyin yerdə danışma, bilmədiyin yerdə dayan. Ümumiyyətlə, danışıq mövzusunda düşünürəm ki, dərin izaha ehtiyac var. Bacardığım qədər nə çox vaxt tutmadan, nə də mövzunun üstündən tələsik keçmədən bacardığım qədər izah etməyə çalışıram. Deməli, insanın özünü ifadəsi, insanın özünü təqdimatı, insanın danışığı ilə baş verir adətən. İnsan nə qədər kamilləşməyibsə, nə qədər təkamülə çatmayıbsa, onun danışıqları hətta özü haqqında olan mövzu olmasa da özünü ifadə edir. Çalışır ki, insan özünü təqdim eləsin. Hər hansı bir sahə haqqında danışanda, hər hansı bir mövzunu müzakirə eləyəndə əsas məqsədi adətən biz insanların əsas məqsədi mövzu olmur. Mövzu üzərindən özünü təqdim etmək olur. Əsas məqsəd bu olur. Çünki nəfs çox belə deyək, tələskəndir, nəfs çox eyni zamanda qarışıqdır. Nə qədər ki, nəfs kamilləşməyib, həmişə çalışır ki, özünü təqdim eləsin. Adətən bu təqdimat nəfsi azğınlıqlarla üzləşən insanlarda olur. O insanların ki, nəfsi azğınlıqları var, nəfsi çatışmamazlıqları var. Bilmirəm, bu ifadə ilə işlətsəm uyğun olar ya yox. Şəxsiyyət mənəvi cəhətdən deyirəm, şəxsiyyət azlığı olan insanlar çalışırlar ki, hər mövzuya müdaxilə eləsinlər, hər mövzuda danışsınlar. Çünki onların danışıqları özlərini təqdimatdır. Özlərini təqdim etmək üçün mütləq danışmalıdırlar. Həzrət Əli əleyhissalam bizə tövsiyə edir ki, biz gənclərə tövsiyə edir ki, bilmədiyiniz işlərdə danışmayın. Çünki insanın danışığı, insanın sözləri adəti üzrə yaranan fitnələrin səbəbkarı insanların yersiz danışıqları olur. İnsanlar yersiz yerə danışırlar və lazım olmayan sözləri deyirlər. Danışıq adi baxılsa da, sözə adi baxılsa da, söz paxıllıq yarada bilir. Söz paxıl insanların paxıllığını artıra bilir. Söz kin yarada bilir. Danışıq kin yarada bilir. Danışıq bir böyük kütlənin həyatını uçuruma doğru apara bilir.
Ona görə Həzrət Əli əleyhissalam buyurur ki, kamil olmadığınız mövzuda danışmayın. Bilmədiyiniz yerdə danışmayın. Bizə danışmamağı tövsiyə eləyir. Ariflər deyirlər ki, danışıq iki növdür. Ən əsası da budur. Danışıq iki növdür. Bir növ insanlar var ki, onlar səslə danışırlar və özlərini ifadə edirlər, daha doğrusu özlərini ifadə edirlər. Bir dəstə insanlar var ki, danışa bilmirlər, danışmırlar. Amma içlərində özləri ilə danışırlar. Hər hansı bir mövzuda içləri ilə özləri haqqında, özlüyündə danışmağa başlayırlar. Başlayaq müzakirə etməyə. Niyə insan özünü təqdim etməlidir? Niyə hər mövzuda danışmalıdır? Niyə görə? Səbəb nə olur? Deməli, danışığın əsasını, hər mövzuda danışmağın əsasını insanın özünü kamil bilməsi təşkil edir. Bax, problem buradan başlayır. İnsan özünü kamil bildiyi üçün, hətta bəzən görürsən, iki qulaqla qulaq asır, üç nəfər başqa bir yerdə biraz aralıda söhbət edirlər. Bu iki qulaqla qulaq asır ki, qoşulum mən də ora. Qoşulum mən də ora, yəni mən də varam. Mən də varam üçün çalışır, yoxsa mövzu üçün çalışmır. Bugün baxın, bütün mövzulardan, bugünkü zamanımızda bütün mövzular haqqında yetərincə sözlər var. Bütün mövzularda danışıqlar var. Amma demək olar ki, bütün mövzular bugün istənilən mövzuya baxsaq, bütün mövzular yarımçıldır, effektiv deyil, faydalı deyil. Hansı mövzuya müraciət eləsək, görəcəyik ki, həmin sahənin ciddi çatışmamazlığı var. Sözü var, sözü çoxdur. Amma nədənsə bu sözlər həmin sahənin inkişaf etməsinə kömək etmir. Səbəb bu olur ki, insanlar hər hansı bir sahəyə, biz bu haqda dərslərin birində danışmışdıq. İnsanlar hər hansı bir sahəyə özlərini bağlayırlar. Əslində onlara sahə özü, mövzu özü maraqlı olmur. İnsanlar o sahəyə bağlanırlar ki, özlərini orada sübut etməyə çalışsınlar. Deməli, bugünün insanlarının böyük əksəriyyəti özünü sübut etməyə çalışır. Əsas ciddi məsələ budur. Niyə insan özünü sübut etməyə çalışır? Çünki bugünkü yaşayış insanın var olmasına, insanın özünü var eləməsinə bugünkü yaşayış tərzi bəs eləmir. İnsan var ola bilmir. İnsan yoxluqdan bugün əziyyət çəkir. Ən ciddi məsələ budur. İnsan bugün yoxluq böhranı yaşayır. Var ola-ola yoxa çıxır insan. İnsan duyur, insan hiss edir ki, baxmayaraq ki, varam, amma itirirəm. Amma nəsə çatmır. Nəsə çatmır, o insanın şəxsiyyət, belə deyək, nöqsandır, naqisliyidir ki, dola bilmir insan. İnsan dola bilmədiyi üçün həmişə təlaş içindədir. Həmişə axtarır, həmişə neysə tapmaq istəyir, amma tapa bilmir. Çünki düşdüyü istiqamət, düşdüyü reys düzgün reys deyil, düzgün yol deyil. Ona görə özünü axtarır. İndi özünü harda biraz zərrə qədər də anlayışı olsa, biraz nisbətən məlumatı olsa, başlayır araşdırmağa, danışmağa. Mənim yadıma gəlir, hacı çıxışlarının birində buyururdu ki, hikmətsiz adam o adamdır ki, hikmətdən Həzrət Əli əleyhissalam danışıb. Biz onu müzakirə eləmişik, bu gənclərə nəsihətdə. Deyir, hikmətsiz adam o adamdır ki, hər eşitdiyini danışır. Hər eşitdiyini danışır. Başqa bir hədisində var, Həzrət Əli əleyhissalamın hədisində var ki, buyurur ki, haqla batil arasında, həqiqət olmayan arasında, batil arasında 4 barmaq məsafə var. Sonra deyirlər, Həzrət bu cümləni deyəndə bu 4 barmağı qulağı ilə gözün arasında işarə elədi. Bu cümləni deyəndə. Niyə görə işarə elədi? Sonra izahını istədilər. Həzrət Əli əleyhissalam buyurdu ki, ona görə batil çoxalır ki, ona görə batil inkişaf edir ki, insanların əksəriyyəti eşitdiklərini danışırlar. Bir şeyin həqiqətinə çatmamış danışırlar. İnsan nə qədər bir şeyin həqiqətinə çatmadan danışırsa və həqiqət olmayan şeyləri inkişaf elətdirirsə, bu zaman insanın nəfsi başlayır əyri istiqamətdə inkişaf eləməyə. Bir var, nəfs inkişaf eləmir, belə deyil. Biz deyək ki, nəfs dayanıb, onda heç nə etməyək, nəfs dayansın, nə inkişaf eləsin, nə geri getsin. İnsan hərəkətdədir.
insanın daxili, insanın vücudu daimi olaraq həmişəlik hərəkətdədir. Bu hərəkətdən dayanmır. Sadəcə biz bu hərəkətə istiqamət verməliyik ki, düzgün hərəkət eləsin. Deyək ki, nəfsi qoyaq öz başına, heç nə eləməyək, qoy qalsın. Qoy belə də qalsın bu nəfs. Nə inkişaf eləsin, nə də xarab olsun. Belə bir şey yoxdur. Bu olmadığı üçün ona görə fikir verin, imamlar sanki öz dövrlərində, peyğəmbərlər belə görsənir. Belə deyil, amma belə görsənir. İzah etmək üçün deyirəm. Sanki tələsiblər hər şeyi çatdırsınlar. Nələrisə desinlər. Fikir verirsən, hansı mövzuya biz daxil olsaq, görəcəyik ki, imamlar həmin mövzuda sözlər deyiblər və o mövzunu dərhal əhatə eləyiblər. Misal olaraq deyirəm, səbr mövzusudur. Quran səbr haqqında, Quran səbr mövzusunu tam olaraq əhatə eləyib. İmamlar sözləri ilə həmin bu ayələrin, belə deyək, kölgəsində ayələri izah eləyərək səbr mövzusunu tam olaraq əhatə eləyiblər. Nədir məsələ? Çünki insan hərəkətdədir. Bəşəriyyət hərəkətdə olduğu üçün, əgər bunlara istiqamət verməsən, bu mövzuda mütləq azacaqlar. Ona görə imam dərhal özü, çünki ən kamil Allah tərəfindən elm alır, ən kamil bilik sahibidir. İmam gəlir dərhal həmin mövzuda lazım olan meyarları qoyur ki, bu mövzu haqqında əyri meyarlar formalaşmasın. Əyri meyarlar formalaşacaqsa, sonra əyilmiş istiqaməti düzəlmək daha çox zəhmət tələb edir. Daha çox çətinlik yaradır. Fikir versəz, elə bu nəsiyyətin, bu məktubun bəzi cümlələrində ölümdən danışır. Bir yerdə hikmətdən danışan Həzrət Əli əleyhissalam bir yerdə gəlir ölümdən danışır. Deyir, nəfsinizi, qəlbinizi ölümlə qorxudun. Niyə görə? Çünki bəzi mövzular düşüb adi insanların əlinə, düşüb, belə deyək də, bacarığı olmayan insanların əlinə, o mövzularda başlayıblar müzakirə eləməyə. O mövzuları başlayıblar çoxaltmağa. Həzrət Əlinin bir cümləsi var, buyurur ki, elm bir nöqtə idi, cahillər onu çoxaltdılar. Elm bir cümlə idi, cahillər onu çoxaltdılar. Həqiqət çox sadədir, həqiqət çox gözəldir, çox sadədir, çox şəffafdır, amma bu həqiqət düşür əhli olmayan insanların əlinə, əhli olmayan insanlar gəlib bu həqiqətə başqa cümlələrlə, çoxlu cümlələrlə don giyindirirlər, hər kəs öz anladığı kimi təqdim edir. Nəticə etibarilə həqiqət qalır, həqiqət adı altında, amma hərəkət davam edir. Bu hərəkət insanları əyriliyə doğru aparır və ciddi əyriliyə doğru aparır. Əvvəl dini mədrəsələrdə, elmi hövzələrdə ariflər yetişirdi. Orada belə bir qayda vardı. O ariflərdən onlar o qədər ucalırdılar ki, təkamül həddinə çatırdılar ki, artıq cəmiyyət duya bilirdi ki, bəli, bu doğrudan da Allah adamıdır. Cəmiyyət duya bilirdi və bütün mədrəsənin müəllimləri, şagirdləri başa düşürdülər ki, yox, bu yol gedən adamdır, bu artıq yol gedir. Misal üçün, Seyyid Əli Qazi kimi, Ayətullah Keşmiri kimi, bu kimi şəxsiyyətlər olub, mərhum Behçət ağa kimi. Bir müddətdən sonra biraz boşluq yarandı burada. Bu boşluq yaranandan sonra mədrəsələrin tədris istiqaməti dəyişdi. Həmin bu yeri, belə deyək, arif-nümalar doldurdular. Həqiqət qaldı kənarda, artıq bu yolu başa düşməyənlər başladılar bu yoldan danışmağa, filan arif suyun üzündə gəzirdi, filan arif belə edirdi, filan arif belə edirdi. Nəticə etibarilə bu da insanlara effektiv olmadı və bu yolun mahiyyəti zəiflədi. Həqiqət qaldı kənarda, bu danışıqlarla başladılar yolu başqa cür istiqamətləndirməyə. Hər kəs o ona zikr öyrətdi, bu ona zikr deməyə öyrətdi, o dedi ona 100 dəfə filan zikri deyərsən. Amma heç kimdə bu həqiqətə çatmadı. Niyə görə? Çünki yolu bilməyən adamlar danışdılar. Vacibatlar qaldı kənarda, əlavə, belə deyək, məlumatlar ötürdülər, proqramlar qurdular, zikirlər deyilər, gündə filan zikri 1000 dəfə deyəcəksən, gündə filan zikirdən, misal üçün 300 dəfə deyəcəksən. Və bu zikirlərin də özünün xasiyyəti olduğu üçün, xarakteri olduğu üçün hər kəsə demək olmazdı. O adam bu sözləri deyə bilərdi ki, qarşısında Diyananın ruhuna bələd olsun, ruhundan xəbərdar olsun ki, bu zikirlərin mahiyyətini başa düşsün. Bu yersiz danışıqlar
insanları arif olmağa tərəf aparırdılar güya. Birinci buydu ki, özləri arif deyildilər bunlar. Özləri yol gedən insanlar deyildilər. Nə etdilər bunlar? Bunlar gəldilər insanları arif etmək əvəzinə insanlardan namaz qılan bir dəstədən təkəbbürlü bir cəmiyyət düzəltdilər. Təkəbbürlü bir cəmiyyət. İndi o təkəbbürlü cəmiyyət artıq nə arifə qulaq asır, nə imama qulaq asır, nə peyğəmbərə qulaq asır. Gördünüz necə korladılar yolu. Yolun həqiqəti var, amma düzgün istifadə etmədinsə yoldan, misal olaraq Kərbəla hadisə, bircə Kərbəla imamların həyatından, bircə Kərbəla hadisəsini müəyyən qədər oradan-buradan eşidən insanlar düşəcəklər ortaya, bütün məsələləri korlayacaqlar, özləri də bir xeyrə çatmayacaqlar və digər insanların yolunda bağlayacaqlar. O belə də oldu. Misal olaraq 12 imamın adını bilib, ancaq bir imamın həyat tərzini bütün vəziyyətlərə aid eləyən insanlar nə qədər ziyan vurdular cəmiyyətlərə. Çünki bunlar yol bilmirlər. Baxırsan, İslamın ən inkişaf etmiş bugün yerlərində ciddi problem budur. İslamın ən inkişaf etmiş yerlərində, İslam hara baxırsan Allah-u Ekber səsi gəlir, amma insanlara yol göstərən adam tapmaq olmur. Və hər kəs dinin, keçən çıxışda demişdim, hər kəs dinin sözünü başladı danışmağa. Hər kəs öz şəxsiyyətini dini sözlərlə, dini cümlələrlə diriltməyə başladı. İstədi öz şəxsiyyətini təqdim etsin. Amma heç biri də dindən danışmırdı. Ona görə də Peyğəmbərə Allah nə buyurur? Peyğəmbərə baxın, gönə gözəl cümlə buyurur. Buyurur Peyğəmbər, özündən bir kəlmə danışsan, özündən bir kəlmə desən, şah damarını çəkərik. Görün, yol nə qədər şəffafdır, yol nə qədər həqiqətdir ki, Peyğəmbər heç vaxt özündən bir kəlmə danışmayıb. Quran özü təsdiqləyir. Ma yantiqu anil hava in huve illa vahyun yuha. Peyğəmbər nə danışırsa vəhid. Peyğəmbərin bütün cümlələri vəhid. Özündən bir kəlmə danışmaz. Yaxşı. Amma Allah bizə işarə edir. Peyğəmbərə müraciət edərək bizə işarə edir. Çatdırmaq istəyir bizə, damarını çəkərəm, yəni nə? Peyğəmbər birdən əgər özündən danışsaydı, vəssalam, bu yolda heç kim düzəldə bilməyəcəkdi. Söhbət cümlədən gedir, yox, hətta təkcə cümlə də deyil. Hətta həqiqət olan cümləni, düz olan cümləni nəfs üzündən demək, nəfsi istəklərə uyaraq demək özü böyük bir dənə fəlakət yaradır insanların içində. Həzrət Əli əleyhissalam gəlir bura. Keçən çıxışda dedim, ariflərin birinə dedilər ki, mənə bu mövzuda danış, irfani bir mövzu idi. Böyük ariflərdən biridir, çox böyük şəxsiyyətdir. Elə deyəcəyi cümlədən biləcəksiniz ki, nə əzəmətdə şəxsiyyət olub o. Ona dedilər ki, mənə bu mövzuda danış, irfani bir məqam idi. Dedi ki, danışa bilmərəm. Deyirlər, niyə görə? Bütün elmlərdən də xəbərdar idi. Yəni, adi insanların oxuduqları elmlərin hamısından xəbərdar idi. Belə bir söz işlətdi o. Mənim diqqətimi keçən çıxışa hazırlayanda çəkib o cümlə. O dedi ki, buyurmuşdu ki, mən hələ o mərhələni yaşamadığım üçün ondan danışa bilmərəm. Demədi, bilmirəm. Dedi, o mərhələni yaşamadığım üçün danışa bilmərəm. İnsanlar görək, hər hansı bir din mövzusunda, insanlar əgər biraz da dərin, belə deyək, həqiqəti aparmaq istəyirlərsə digər insanlara görək, həmin mərhələni yaşamağa çalışsınlar. Yaşayış özəyi təşkil eləsin, nəinki danışıq. Ona görə deyirlər ki, adətən insanlar, bizim mövzumuz nəfsin islahıdır. Həzrət Əli əleyhissalam qəlbin üzərində dayanıb. Niyə görə bu cümlələri işlədir? Çünki qəlbi korlayan əsas xüsusiyyətlərdən biri də yersiz danışmaqdır. Bir iki hədis oxuyacağım bu barədə. Yersiz danışmaqdır. Niyə insan danışır? Gəlin, həm ilimiz təzə başlayıb, 2026-nın ikinci günüdür. Allah sonuna qədər bizi imanda saxlasın, imanımızı kamil eləsin. Həm ilimiz yeni başlayıb, həm Rəcəb, Şəban və Ramazan ayların ərəfəsidir. Bu 3 ayın ərəfəsidir. Biz nəfsimizlə başlayaq bu cəhətdən mübarizə eləməyə. Biz həmişə mübarizə eləmişik nəfsimizlə filan şey etmə, filan şey eləmə, filan günah eləmə. Həmişə üzdə olan günahlar. Amma imanlı insanın mübarizə etdiyi günahla
imanlı, inanclı olmayan cəmiyyətin mübarizə etdiyi günah fərqli olmalıdır. Bu cümləmə diqqət edin. Çox-çox üzr istəyirəm bu ifadəmə görə. Mən istəmirəm bu ifadələr işlənsin bugün mənbərlərdən, tribunalardan. Hələ də insanlar bugün xətiblər mənbərə çıxırlar. Əsas mövzu nədir? Naməhrəmə baxma, filan şey eləmə, qumar oynama, filan şey eləmə. Bəzi cümlələr var ki, onlar adi cəmiyyət üçündür. Adi cəmiyyət üçün. İnanclı cəmiyyət üçün deyil. İnanclı cəmiyyətin mübarizə yolu görə dəyişsin. Əgər inanclı cəmiyyətdə də bu kimi belə deyək, xoşa gəlməz işlər aşkardırsa, deməli, bunlar da inanclı cəmiyyətlə, inançsız cəmiyyətin fərqi yoxdur. Çünki ən ibtidai günahlarda ilişib qalıblar hələ. İbtidai günahlardan çıxmaq lazımdır ki, o dərin, ruhun dərinliyində gizlənə biləcək, nəfsin dərinliyində gizlənə biləcək günahlarla mübarizə prosesi başlasın. Hələ mübarizə prosesi başlamır. Əsl mübarizə prosesi başlamayıb. Hələ qalmışıq zahiri günahlarda. Filan şey eləmə, filan şey eləmə. Amma Həzrət Əli əleyhissalam burada bizi daha dərinliyə çəkir. Danışıq məsələsini. Heç düşünməmişik ki, və düşünmürük daha doğrusu adətən. Danışıq nə qədər problemdir ki, söyməyim. Hələ də bu danışıqda əsas ciddi qınaq nəyədir? Çalış söyməyəsən. Yox, ümumiyyətlə, bəzi işlər, bəzi sözlər var ki, onlar söyüşdən daha pis olur. Söyüşdən daha fitnəlidir. Misal olaraq, insan bir söz deyir, bir böyük cəmiyyətin arasına, dindar, inanclı cəmiyyət və yaxud da inanclı olmasın, fərqli xalq olsun, cəmiyyət arasına bir ixtilaf düşür. Bir ciddi problem düşür. İnsanlar başlayırlar bir-birləri ilə mübarizə eləməyə. Və bu mübarizənin nəticəsində böyük bir kin yaranır bir-birlərinə. Və bu kinin nəticəsində yersiz mübarizələr davam edir. İnsan vaxt ayıra bilmir ki, öz ürəyinə baxsın. Həmişə zahirdə qalıb. Misal olaraq, bir nəfər sadə bir misal çəkim, hər birimizin bildiyi, neçə müddət bundan öncə çıxır bir nəfər deyir ki, şəhid ailələrinə verilən məvacib kəsilsin, filan beşməkan, ağılsız adamlar da bu kimi insanlar. Və bir dəstə onun üstünə düşür, eyni zamanda ona başlayır cavab verməyə və bir dəstə başlayır bu cavab verənlərə nəticə olaraq cavab verməyə. Baxırsan ki, insan hara gedir? Bu gedişatla hansı istiqamətə gedir? Ümumiyyətlə, sənə kim deyir ki, bu mövzuda danışasan? Sən kimsən ki, ümumiyyətlə bu mövzularda müdaxilə eləyəsən, bu mövzularda danışasan? Sən bu sözü ümumiyyətlə niyə deyəsən? Niyə dedin deyil, bu söz səndə niyə yarandı? Sənin nəfsində bu söz niyə yarandı? Sənin qəlbində təsəvvür edin ki, bir cəmiyyət evladlarını qurban veriblər Allah yolunda, vətən yolunda, dövlət, xalq yolunda qurban veriblər. Sən gəlib, ilin bu vaxtı bu sözü niyə dedin? Gör, nə qədər qəlb çirkindir. Gör, nə qədər nəfs çirkinləşib. Heç bir dəyər tanımır. Niyə görə dəyər tanımır? Nə ilə hörmətli olsun? Daha çox kütləviləşmək üçün hansı sözdən istifadə etmək olar? Şəxsiyyət azlığı var, şəxsiyyət kasıbçılığı var. Daha çox kütləviləşmək üçün hansı sözdən istifadə etmək olar? Bir şəhid mövzusuna ilişək. Çünki həssas mövzudur. Həssas mövzudur və ən dərin həqiqətdir. Eyni zamanda burada ciddi emosionallıq var və bura ilişim və bura sataşım, nəticədə burada məşhurlaşacam. Kimə ilişim, kimə sataşım, misal olaraq, necə məşhurlaşım? Gəlin mən deyim ki, Hacı Şahin çox ictimai adamdır, çox nüfuzlu adamdır, dünyada yaşayanda da nüfuzlu idi, dünyadan köçüb də yenə nüfuzludur. Neyniyim burada? Baxın, nəfs nə qədər xarabdır. Gəlin burada deyim ki, Hacı Şahin filan şeyləri səhv deyib. Böyük bir kütlə mənə qarşı qalsın. O qədər şəxsiyyət azlığı var ki, nə ilə şəxsiyyət tapır? Necə şəxsiyyət tapır özündə? Mən gör kiməm ki, böyük kütlə mənə qarşı qalxıb. Görün, şeytan insanı hansı hala qoyur? Deyirlər, Muaviyyə həm Həzrət Əli ilə mübarizə eləyirdi, bəzən gücü çatmırdı və bəzən də sevinirdi. Həzrət Əli əleyhissalam dünyasını dəyişəndə, deyirlər, Muaviyyə həm də ağladı, kədərləndi. Niyə görə? Deyir, kədərlənməyinin səbəbi buna görə idi ki, deyir, özü şəxsiyyətsiz adam idi. Fikirləşirdi ki, nə yaxşı Əli var idi, Əli ilə mübarizə edirdim, şəxsiyyət qazanırdım. Əlinin varlığı mənə şəxsiyyət qazandırırdı. Yoxsa özünün şəxsiyyəti yoxdur. İlkin mərhələsi hardan başlayır? Mən niyə danışmalıyam?
Birinci sual. Çünki ilkin mərhələsi insanın özünü bəyənməyindən, özündən razılığından başlayır. İlkin mərhələsi budur. İnsan iddialıdır. Nəfsin ən pis xüsusiyyəti nədir? İddialı olsun. Biz bu mövzuda bir yerdə mövludlarda, əza məclislərində danışmışıq. İnsan iddialı olsun. İnsan iddialı olacaqsa, başlayacaq danışmağa. Deməli, burada birinci mərhələdə danışığı kəsib kənara qoymaq lazımdır, yoxsa iddialı olmaq problemin aradan aparmaq lazımdır. Deməli, kim əgər hər mövzuda danışmaq istəyirsə, mən də fikir bildirim, mənim də fikrim qəbul olsun, bilsin ki, özünü kamil bilir. Özünü zirvəyə qalxmış hesab edir. Əgər iddialı olmasa danışmayacaq. İddialı olmasa o arif kimi. Deyəcək ki, mən hələ o mərhələni yaşamamışam, mən orada söz deyə bilmərəm. Əgər iddialıdırsa, mütləq danışacaq. Neyniyək burada? Bu nəfsin bu xüsusiyyəti ilə, bu xüsusiyyəti necə budayaq? Biz bilməliyik ki, heç nə bilmirik. Heç nə bilmirik. Bir neçə kitab sayın özünüz üçün, tək olanda özünüz üçün bir neçə kitab sayın. Sonra soruşun özünüzdən ki, bu kitabları oxumusan. Mən bir ustadımız var idi, onun qəşəng bir sözü vardı. Deyirdi ki, mən bəzən görürsən, hazırlaşırdım mövzuya, gedirdim mövzuya, çıxış edirdim, gördüm ki, çıxış da yaxşı alındı, cəmaat da tərif edirlər. Sonra hiss edirdim ki, qürur gəlir mənə. Gördüm ki, bu təriflər, bu güclü çıxış qürur gətirir mənə. Deyir, bir alim adı çəkirdi, Həsənzadə Amili, Allah ruhunu şad eləsin. Bir alim adı çəkirdi. Dedim, onun da kitabları çox dərindir. Deyir, onun kitablarından da var idi məndə. Həmin qürur gələn vaxtı gedirdim evə, açırdım onun kitabını, oxuyurdum, başa düşmürdüm. Qürurumu bununla sındırırdım. Özümə dedim ki, hələ heç nə bilmirsən, bircə bu kitabı oxuyub başa düşə bilmirsən, cəmaatın tərifi səni aldatmasın. Deyir, bu yolla qürurumu sındırırdım ki, mənə pis təsir eləməsin. Çünki insanların tərifləri qürur götürür adama. Birinci insan bilməlidir ki, heç nə bilmir, insanın heç nəyi yoxdur. Və bu sözlər ki, xüsusi olaraq biz din xadimləri üçün daha effektiv olmalıdır bu sözlər. Biz ki, dindən danışırıq, adam bilməlidir ki, nə danışırsan ki dindən? Hazır cümlələrdir. Həzrət Əli buyurub, İmam Hüseyin buyurub, Peyğəmbər buyurub və Quran buyurub, hazır cümlələrdir. Götürüb onu cəmaata deyirsən və cəmaat da sənə təşəkkür edir. Cəmaat öz çox gözəl mədəniyyətini ifadə edir təşəkkür etməklə. Amma sən biləsən ki, heç nə eləməmsən. Başqa bir iş görməmsən. Əmin olasan ki, bu danışıqlar sənin, belə deyək, ucalığın deyil. Bugünkü zamanda bir nəfər din xadimi qürurla geçsə ki, mən bilirəm, doğrudan savadsız adamdır o. Doğrudan savadsızdır o. Niyə görə savadsızdır? Ona görə savadsızdır ki, bugünkü cəmiyyət istənilən şəxs, bugünkü vəziyyətdə sosial şəbəkələrin vasitəsilə istənilən imamın hədisini tam olaraq toplaya bilərlər. Tam olaraq yığa bilərlər. Bəs onda ruhani nə üçün lazımdır cəmiyyətə? Ruhani onun üçün lazımdır cəmiyyətə ki, nəfsi ilə hamıdan çox mübarizə eləsin, nəfsin mübarizə mexanizmini praktikadan keçirsin, cəmaata düzgün yol göstərə bilsin. Bax, bunun üçün lazımdır. Yoxsa danışmaq üçün lazım deyil ki, danışmaqda Quran danışıb əlimizdə düşür Allaha. Quran var hər birimizin evində. İmamlar danışıblar, hər birimizin əlindədir, tapmaq olur. Bu deyil məsələ. Məsələ budur ki, yaşayıb yaşadasan. Məsələn, əvvəl ariflər necə yetişirlər? Onlar gedib dindən çox bilən adamı tapmırdılar. Misal üçün, Seyd Əli Qazinin ustadı olur Seyd Əhməd Kərbəlayı. Seyd Əhməd Kərbəlayı Seyd Əli Qazinin ustadı olur. Mənəvi yolda Seyd Əhməd Kərbəlayı ona yön verib, yol göstərib. Necə olurdu? Deyir, Seyd Əli Qazi gördü ki, bunun ürəyində, qəlbində qeyri-adi hallar baş verir. Bu adı ustad müəllimlərdən deyil, bu fərqli bir müəllimdir. Və baxırdı buna ki, bunu görəndə Allah yada düşür. Getdi onun qapısına, xulası onunla dil tapdı, ondan kömək istədi. Sonra deyirlər ki, Seyd Əhməd Kərbəlayı elə bir yerə gəlib çatmışdı, elə bir şəxsiyyətidir ki, Seyd Əli Qazinin bütün qəlbi hallarını özü ona demədən müşahidə edib deyirdi ona.
bütün qəlbin mərhələlərini deyirdi Seyyid Əli Qaziyə və Seyyid Əli Qazinin elə bir yerə gəlib çatdırdı Seyyid Əli Qazini ki, haqqında deyirdilər ariflər ki, Seyyid Əli Qazi bu mənəvi yolun bütün mərhələlərini tam olaraq keçdi. Ona görə Seyyid Əli Qazi ariflərin içində, misal üçün, olduqca üstün hesab olunur. Neyniyək az danışaq, çox danışmayaq və hər mövzuya qarışmayaq. İçimizdə olan nəfs iddiasını sındırmalıyıq. Biz heç kimik, heç kim. Allah rəhmət eləsin, o şairi deyirdi, o kim, belə bir şeiri vardı, çox xoşum gəlir ki, misrasından. Deyirdi ki, o kim, indi bir nəfər təkəbbürlü eləyib buna söz deyib, bu da cavab verir ona. Deyir, o kim zənn edirdik, o kim zənn edirdi, güya Allah yanında bir kimdir. Fikirləşirdi ki, mən nəsəyəm? Mən kimsəyəm Allah yanında. O kim zənn edirdi, kim güya Allah yanında bir kimdir. Çox qəşəng şey yazıb. Mən isə nəqd bilirdim ki, heç kiməm, heç kim. O kim, mən kim. Çox qəşəng yazıb. Yəni, bir kəs ki, özünü heç kim bilir, heç kimliyini başa düşüb, ən Allah yanında, əziz adam həmin adamdır. Heç kimliyini başa düşsün. Həyatda heç kimliyini başa düşən adamlar həmişə cəmiyyətə ən çox kömək eləyən insanlar olublar. Həmişə belə olub. Heç kimliyini başa düşüb. Görüb ki, Allahın qüdrəti qarşısında heç kimdir və onlar da çox danışmayıblar. Onlar göstəriblər, yolu göstəriblər. Həzrət Əli əleyhissalam buyurur bizə buradakı, da çox yormayayım sizi, yekunlaşdırıram. Həzrət Əli buyurur ki, bilmədiyiniz hər bir şeydə dayanın. Bir burada zahiri dayanmaqdır. Bir burada zahiri dayanmaqdır. Quran-ı Kərim buyurur ki, Həzrət Əli əleyhissalam cümləsinə uyğun. Və la taqfu ma leysə ləkə bihi ilm. Deyir, bir şeyə ki, elmin yoxdur, bir şeyə ki, məlumatın yoxdur, deyir, orada o yolun ardını getmə, gözlə. Niyə gedirsən ki? Ümumiyyətlə, niyə görə bilmədiyimiz şey haqqında danışaq ki? Tam olaraq. Yine deyəcəyiz ki, adam bilmədiyi şey haqqında necə danışaq? Onsuz da bilmirik, ne danışacaq? Biz burada danışmamışıq bilmədiyimiz şey haqqında. Yox, burada bilmədiyimiz şey, məsələ budur ki, bir şey haqqında tam məlumatın yoxdursa, bilməmək bu mənadadır. Tam məlumatın yoxdursa, burada danışma. Hərdən olur görürsən, dostlardan görürsən, mənə deyirlər ki, hər yaxşı danışılan söz sahibini o dəqiqə Seyyid Əli Qazi eləmir. Belə baxmayın məsələyə. Bəzən görürsən, bir insan çox gözəl, ağzı dolu, sulu, irfanı cümlələr danışdı. Bu demək deyir, o Seyyid Əli Qazidir. O dəqiqə adam allanır. Gəlib, mənə yol göstər, mənə zikirlərdir. Başa düşmürlər ki, insanlar ki, bu yolu, biz bu yolun sahibləri deyilik. Nə yaxşı olardı ki, bu məsələni mənim kimi din xadimləri hamı başa düşsün. Hamı başa düşsünlər ki, biz bu yolun sahibi deyirik. Hərdən görürsünüz, insanlara misal olaraq üzr istəyirəm, çox üzr istəyirəm, alçaldıcı cümlələr deyilir, çıxışlarda bəzən olur da. İnşallah ki, olmaz bundan sonra, amma bəzən olur. Alçaldıcı cümlələr deyilir, aşağılayıcı cümlələr deyilir. O danışanın da xəbəri yoxdur ki, mənim hardasa nəfsim cəmiyyətdən, hər hansı bir toplumdan möhkəm küsüb, möhkəm inciyib, acıqlı qalmışam. Əslində bu din cümləsi deyil, mənim cəmiyyət haqqında olan mənfi xatirələrimdir ki, din adı ilə indi onlara demək istəyirəm. Çünki başqa cür deyə bilməz axı. Başqa cür desə, nəfsi xar olar. Deyərlər ki, utanmırsan, sən ruhansın, hələ də şəxsi qərəzlik edirsən insanlarla. Elə deyil, nəfsi xar olur, nəfsim xar olacaq da. Ona görə nə adla deyir? Din adıyla. Ona görə Həzrət Əli əleyhissalam bizə buyurur, Quran-ı Kərim buyurur bizə ki, çalışın, bilmədiyiniz sözləri danışmayın, bilmədiyiniz mövzuya qarışmayın. Hətta, deyir, içinizdə belə, bunu gələn çıxışda inşallah danışacağım. Hətta, deyir, içinizdə belə o barədə söz deməyin. Görün, nə qədər incə işləyib Həzrət Əli əleyhissalam, görün, nə qədər dəqiq mövzuya vurub. Niyə? Deyir ki, bəzi sözlər var ki, onu zahirdə danışacaqsan, cavabı da veriləcək. Bu zahiri danışıq onsuz da problemdir, fitnə yaradır. Deyir, yaxşı, zahiri danışıq digər insanlar üçün fitnə yaradır. Batini danışıq nədir? Deyir, sən nəfsün üçün fitnə yaradır. Oturursan, bəzən olur, deyir ki, dünən gecə o qədər hissənmişdim ki, səhərə ecən hamı ilə vuruşmuşam, yata bilməmişəm. İçində danışıb. İndi bu çöldə danışamayım. Yine deyəcəksən, deyir, yox, mən danışmamışam ki, mən hisslənsəm də,
üzr istəyirəm, içində qalmayan söyüşlər söyüb da, nə var içində deyib. Deyir, sənin xəbərin yoxdur ki, əgər səslə danışsaydın, qarşındakının içini xarab edirdin, özünlə yanaşı. İndi ən çox özünü xarab edirsən. Mənim dərdim sənin ürəyindir. Nəinki öz içində danış, başqalarıyla danışma. İçində belə fikirləşmə. Mən olsaydım, misal fikirləşirsən, mən olsaydım belə deyərdim. Mən olsaydım belə eləyərəm. İçində danışırsan, deyir, bu səslə danışmaqdan daha təhlükəlidir. Allah eləməsin, bu yığılsın, qalsın. Bir gün fürsət düşsün sənin əlvə. Orada söz desən, cavabını almayacaqsan, qüdrətin var əlində. Elə bir oyun çıxararsan ki, danışanlar o oyunu çıxara bilməyiblər. Deyir, ona görə içində də saxlama. Nə eləyək bəs? Deyir, əsas məsələ, birinci mərhələnin sonunu deyib yekunlaşdırıram. Nə eləyək bəs? Otur özünlə belə danış. Ən yaxşı danışıq budur. Otur özünlə belə danış. Belə danış ki, sən heç kimsən. Bu iddialarını qoy qırağa. Sənin 2-3 rükət namazın var, niyə durmusan ayağa? Niyə səs-küyün basıb aləmi? Niyə görə insanlara gün işıq vermirsən? Hətta bəzən görürsən, din təqdimatında dostlar misal üçün deyir, yorulmuşam atama deməkdən ki, namaz qıl. Sakit qalır, nə işin var atamla? Bəlkə səndən təmizdir ürəkdə orada. Əl dəymə, heç kimə dəymə. Bugün elə bir zamandır ki, o qədər danışılıb ki, bugün daha çox vaxtda biz burada öyrənirik ki, gedək danışmayaq da. Burada mən danışıram ki, sonra susaq hamımız, mən sizdən öncə. Bugün elə bir zamandır ki, o qədər yersiz cümlələr danışılıb ki, bugün ancaq əməlli şəkildə göstərmək lazımdır. Allah bizə göstərdi ki, Allah biz gənclərə göstərdi ki, sizdən bir neçə yaş böyük olan bir nəfər çıxdı, əməlləri danışığından daha üstün idi. Yaşayışı danışığından daha üstün idi. Allah ruhunu şad eləsin, mərhum azını. Deməli, effektiv yolu bizə göstərdi. Effektiv yol hansı yoldur? Yaşayasan, sonra danışasan. Allah Rəsulü necə başlayır bu yolu, başlanğıcı necə başlayır? 40 il yaşayır, 40 ildən sonra yaşadıqlarını başlayır danışmağa. Buna görə yol effektiv olur. Heç bir gücü, qüdrəti olmayan bir şəxsiyyət bütün dünyada İslam mədəniyyəti yaratmağı bacarır və İslam cəmiyyətləri yaradır. Təsəvvür edirsiniz, necə başlayır bunu? Əsas məsələ özü ilə, hətta deyirlər Peyğəmbərə vəhiy gələndə ki, səni Peyğəmbər seçirik, iddia yoxdur istəx. Hələ özündən narazıdır. Heç bir nöqsanı yoxdur, özündən narazıdır. Ona deyəndə ki, sən salam verir Cənab-ı Cəbrail ona ki, artıq Peyğəmbərlik ərəfəsidir, 40 yaşı var, təqdimatı başlayır. Əssəlamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkatü. Görür ki, salam verilir ona. Artıq dəyişikliyi görür Peyğəmbər. Dəyişikliyi görəndən sonra Cənab-ı Cəbrail salam göndərir Allah tərəfindən. Deyir ki, Allah səni bu ümmətə Peyğəmbər təyin etdi. Peyğəmbərin orada bir cümləsi var, çox xoşuma gəlib. Neçə il bundan öncə oxumuşam. Baxın, içdə zərrə qədər iddia yoxdur. Peyğəmbərdir və insanlarla müqayisə olunmur. Peyğəmbərlərlə müqayisə olunanda ən üstünü hesab olunur bu şəxsiyyət. Allah bu tərifi verib haqqında. Nə buyurur orada Peyğəmbər? Deyir Cənab-ı Cəbrailə ki, Allaha de ki, məndən bu cəmiyyətə başçı böyük olar. Axı, mən layiq deyiləm bu cəmiyyətə böyük olum. Görürsünüz, zərrə qədər iddiası yoxdur. Ona görə Allah gəlir sonda nə deyir Peyğəmbərə? Bu təbliğatın içində, Peyğəmbər sənin ürəyin yumuşaq olmasaydı, ətrafı heç kim yığılmazdı. Çönüb qaçarlar sənin ətrafından. Sənin ürəyin yumuşaqlığı. Deyirlər, Peyğəmbər ən günahkardan da özünü günahkar hesab edirdi. Təsəvvür edin, ən pak adam, ən günahkardan da özünü günahkar hesab edirdi Peyğəmbər. Ona görə Peyğəmbər inkişaf eləyirdi. Quran-ı Kərim buyurur ki, yekunlaşdırdım artıq. Quran-ı Kərim buyurur ki, və la taqfu ma leysə ləkə bihi ilm. Hər şeyin dalıca getmə. Bir söz dedilər, düşüb dalıca qalma. Ancaq deyən nəfsin üzərində. Fürsət azdır, fürsət çox azdır. Nəyin fürsət azdır? Bəzən görürsən ki, bəlkə biz 100 il yaşayacağıq, əgər 30 yaşımız varsa, 70 il yenə azdır. İnanın ki, azdır. Çox sürətlə gəlib keçir gedir. Bugün biz cavanıq, biz elə bir
vətəndə dünyaya gəlmişik ki, bu vətənin böyükləri Peyğəmbər və Əhl-i-Beytinə sevgi göstəriblər, məhəbbət göstəriblər. Bu vətənin mənəvi sütunları var. Xanım Həkimə, xanım Rəhimə, xanım Leyla, İmam Musa Kazımın qızlarıdır, imam evladları bu vətənin mənəvi sütunlarıdır. Ən gözəl yerdə dünyaya gəlmişik. Ən gözəl yerdə. Fürsət azdır. Hamı fikirləşiblər ki, mən bir gün düzəldəcəm. Hamı fikirləşiblər ki, düzəldərəm, inşallah düzəldərəm. Amma Əhl-i-Beyt deyir, elə deyil məsələ. Çalış anladığın vaxtdan başda mübarizə etməyə. Anladığın vaxtdan başda mübarizə etməyə ki, sən bacarasan. Çünki fürsət azdır. Çünki sən hələ yola girməmişik. Bu mənəvi seyr-sülük yoluna girəndən sonra görəcəksən ki, bu yolun özünün nə qədər hələ müdaxilələri var. Nə qədər müdaxilələri var bu yolun. Ona görə də bir, insanlarla mərhəmətlə davran, insanları sev, insanlara məhəbbət göstər, insanlara sevgi göstər. Üzr istəyirəm, heç vaxt evladı evdə demək ki, səndən heç nə olmayacaq. Bəzən görürsən, bir söz, bir ömür, bir insanın ömrünü bədbəxt eləyər. Bir cümlə. İnsanın ümidi uşaqlıqda ata olur, insanın ümidi valideyni olur. Valideyn deyəndə ki, hisslənərsən, əsəbləşərsən əlindən, deyərsən, səndən heç nə olmayacaq. O heç nə sözü ürəyində elə bir toxum səpər ki, ömrünün axırına qədər ayağa dura bilməz. Çünki onun idealı, atası, onun evdə ideal, ona dedi ki, səndən heç nə olmayacaq. Onu körladı, onu pərtələdi, onun qəlbini məhv elədi. Ona görə də bəzi sözləri danışmaq lazımdır. Ümumiyyətlə, insanların həyatına diqqətli olmalıyıq. Bəzi sözlər deyərik, onların ürəyində bir problem yaradaraq ki, qiyamətə qədər, ölənə qədər onu həll eləyəməz və nəticədə biz onun günahına şərik olmuş olarıq. Ona görə də diqqətli olmalıyıq. İnsanların ürəklərinə toxunmamaq üçün, insanları bədbəxt etməmək üçün onları sevmək lazımdır. Onlara məhəbbət göstərmək lazımdır. İnsanları sevdikcə qəlb başlayır iddiaları azaltmağa. Niyə? Yolunu da deyim. Rəqabət yaranmadıqca, nə qədər ki rəqabət yaranmır, qəlb aramlaşır. Qəlb haçan başlayır özündən çıxmağa, nəfs haçan başlayır özündən çıxmağa, başlayır rəqabət yaranmağa. Ona görə rəqabəti dərhal sındırmaq lazımdır. İnsan özünü hamıdan aşağı hesab eləməlidir. Mən heç kimdən rəqib ola biləcək şəkildə böyük adam deyiləm. Mən kiçik adamam, mən qəbul edeyim ki, kiçik adamam, öz kiçikliyimi başlayayım yaşamağa. Allahdan istəyirəm ki, Allah bizi nəfsinə hakim ola bilən insanlardan qərar versin. Allah bizim qəlbimizi həmişə nuranə eləsin. Allah əxlaqımızı gözəlləşdirsin. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fətih və rəəytən nəsi yədxulunə fi dinillahi əfvəcə fəsabbih bihamdi rabbikə və estəğfirhu innəhu kənə təvvəbə. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulillahil əmin və ala əmiril müminin və ala Fatimətəz Zəhra və aləl Hasəni vəl-Hüseyn və ala Ali ibn-i Hüseyn və ala Muhammed ibn Ali və ala Cəfər ibn Muhammed və ala Musa ibn Cəfər və ala Ali ibn Musa və ala Muhammed ibn Ali və ala Ali ibn Muhammed və ala Hasan ibn Ali və ala Hüccət ibn Hasan Acəlallahu Teala fərəcəhu şərif. وعلى جميع الأنبياء والمرسلين والشهداء والصديقين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله. Sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. İkinci çıxışda İmam Səccad əleyhissalamın duasını izah edirdik. Kiçik bir dua götürmüşdik ki, həmin duanı izah eləyək. Məqatil ibn Süleyman duasından. Duanın bu yerində İmam Səccad əleyhissalam buyurur ki, İlahi, duanın əvvəlin bilirdiniz, onları demişdim. Duanın bu yerində gəlir İmam Səccad əleyhissalam Allahın qüdrətini özünə təqdim eləyir. Allahın qüdrətini yenidən başlayır Allahın özünə təqdim etməyə. Deyir, İlahi, məni xilas elə, mənə nicat ver, məni sıxıntıdan azad elə, necə ki, çətinliklərdən azad elə, necə ki, sən həmin Allahsan ki, Musa əleyhissalamın ən çətin anında onun üçün dəryanı böldün. Suyu böldün və Musa əleyhissalamı o sıxıntıdan xilas elədin. Deyirlər, bu duanı sıxıntılar zamanı oxumaq lazımdır. İnsan, sıxıntılar iki cürdür.
və ümumiyyətlə bu növdə dualar da iki cürdür. Bir növ işlər, daha doğrusu işlər iki cürdür. Qısa izah verim və yekunlaşdırım. Bir növ işlər var ki, biz onu dua eləsəydik, onun həlli bizim öhdəmizdədir. Biz hərəkət etməliyik, biz addım atmalıyıq. İlahi, elə mən savadlı olum, mən alim olum. Burada Allah yardım eləyər, amma burada həm də nə etmək lazımdır? Oxumaq lazımdır. Zəhmət çəkib, elmin çətinliyinə qatlaşmaq lazımdır. İlahi, elə et ki, mənim ruzim olsun. Burada ruzim olsun duasını edən insan görək səhər tezdən yuxudan oyansın, ruzu ardınca getsin. Qazanmaqda hərəkət eləsin. Əgər hərəkət yoxdursa, duanın heç bir mənası yoxdur. Fikir verirsiniz, insanlar bu tənbəlliyin əlamətidir. Bəzən hərəkət eləmək istəmirlər, az hərəkət eləmək istəyirlər. O dua yazdırırlar, gedib dua yazırlar. Ruzi duası, apar 200 manat verir ki, ruzi duası. 200 manatı var idi eləyində, o duadan da bir şey çıxmır sonra axırda. Ne üçün belə edir insanlar? İstəmir insanlar zəhmət çəksinlər. Tənbəl yoldur da bu. Həll elə. Bu ilə istəyir həll eləsin. Yox, belə deyil. Və sonra deyir ki, yox, bu dualar da boş şeydir, heç belə dua zat da yoxdur. Ümumiyyətlə, dua eləmişəm də olmur. Yolu bilmir, yola düz daxil olmayıb deyə bəzi işlər var ki, onun üçün dua etmək lazımdır ümumiyyətlə hər bir iş üçün. Amma bəzi işlər üçün dua eləyirsən ki, sən hərəkət eləyəndə Allah sənə kömək eləsin. Sənin hərəkətində kömək eləsin, hərəkət və bərəkət versin. Misal olaraq, bir nəfər hacıya demişdi ki, yarı gerçək, yarı da zarafat deyim. Hacıya demiş ki, bəs dua elə, universitetə qəbul olun, imtahanlardan yaxşı keçeyim. Hacı demiş ki, ümumiyyətlə bir şey oxumusan imtahan üçün, yoxsa ki, necə? Yəni, əgər bir şey oxumamısansa imtahan üçün, mənim duam neysə sən, belə deyil, zehnində formalaşdırmayacaq. Bəs burada dua nə kimi adama kömək edir? İnsan unutqan varlıqdır, hadisələr yaşayır və həyəcan yaşaya bilər. Burada oxuyursan, zəhmət çəkirsən, sonra Allahdan dua edirsən, ilah, nə olar, çəkdiyim zəhmətlər, oxuduqlarım elə ki, yadımda qalsın. Oxuduqlarım yadımdan çıxmasın. Burada dua kömək eləyir. Amma bəzi sıxıntılar var ki, onlarda insan əli iş görə bilmir. Bu Allahın qüdrətinin nişanəsidir ki, üzr istəyirəm, mərhəmətinin işarəsidir ki, Allah bir yolla, son həddə insanları özünə tərəf çəkmək istəyir. Çünki insanları xoşbəxt eləmək istəyir. Bəzi hadisələr var ki, onlar birbaşa Allahın əlindədir. Heç kim ona həll eləyə bilmir. Düşmüsən elə bir sıxıntıya ki, bütün yolları, bütün qapıları döymüsən. Yəni, nə addım atmaq lazımdırsa atmısan, orada iki hal çıxa bilir insan qarşısına. Bir hal, çıxır insan qarşısına ki, hadisəyə, qəza və qədərə razı olmalısan, razılaşmalısan. Niyə biz həmişə qəza və qədərə razılaşmalıyıq? Yox, həmişə yox. Bəzi vaxtlar razılaşmalısan ki, nəfsin islah olsun. İnsan həmişə hər arzusuna, dillərə dualar eləyirlər, misal üçün, xüsusən yeni ildə, bütün arzularına çatasan. İnsan heç vaxt bütün arzularına çatmayacaq. İnsan belə varlıqdır ki, bir arzusuna, əgər 5 arzusu vardır, birinə çatacaqsa, o birinə ki çatıb 4'ü qalır, o birinin yerini dolduracaq mütləq. Yenidən bir arzu yaranacaq. Bu insan yaşayış varsa arzular bitməyəcək. Ona ki, Həzrət Əli Rəsələm buyurur ki, mən Peyğəmbər ümməti üçün uzun-uzadı arzulardan qorxuram. Bu bitməyəcək, tükənməyəcək bunlar. Ta özün bu nəfsi, belə deyə, aram etməyincə ki, biraz sakit ol. Bəs də dahi, nə istəmirsən, vermişəm sənə. Filan şey istədin, dedim Allaha verdi. Filan şey istədin, verdim. Yenə də razılaşmırsan. Nə istəmirsən, vermişəm. Görə bunu sakitləşdirəsən. Ki, bəsdir, xeyri yoxdur. Nəsə desə sən ki, filan şey də istəyirəm, deyə sonra ki, gözlə biraz da daha yaxşı. Kasıbçılıqdır, indi imkan yoxdur. Da üzüm gəlmir sənə görə Allaha əl açım. Biraz gözlə. Uşaq kimi də sanki. Uşaq hər şey istəyir. Dükana girir, misal üçün. Eləyə bilməzsən ki, uşağın bütün arzularına cavab vermək üçün, nə bilim, bilmirəm, nə qədər imkanlı olmalıdır ki, bəs eləmir. Bəs eləmir. Bəzən insan uşaq kimi olur. Bir şey alırsan onun üçün, baxır, sağına soluna tullada çıxdı, getdi, başqasını bitmir, tükənmir. Nəfs də belədir sanki. Pislik deyil bu. Bu nəfsin, bu istəklər olmasa insan yaşayamaz. Amma bu istəkləri nəzarətdə saxlamaq lazımdır. Bəzi istəklər var ki, onlara mütləq nəzarət lazımdır. Diyanasan qarşısındakı, yox, indi diyan, indi gözlə. İndi öz-özvə deyəsən ki, yaxşı, verməsəm sənə nə olacaq? Və bu arzum həyata keçməsə, mən filan markalı maşından sürmək istəyirəm. Yaxşı, sürməsən nə olacaq? İstəyə bilirəm, istəyirsən, yaxşı, sürməsən nə olacaq? Heç nə. Elə deyir, adam sakitləşir də belə. Biraz görə sakitləşdirəsən. Yoxsa ot qoyur adama.
Öz hamımız bilirik də, elə deyil. Adamın canını alır. Heç nə razılaşmır. Nə deyir eləyirsən, sonra fikirləşsən ki, dostluğa. Şimdi gəlirsən bir dəfə sən deyəsən ki, dur yaxşı, bəs yedin taladın mənə, dur ki, bu gecə bir dənə gec namazı qıla. Deyir, yox, yorğunam, halım yoxdur, razılaşmır. Buna etibar yoxdur. Ona görə də mənə demirəm, nəfsə deyirəm. Buna etibar yoxdur. Ona görə də biraz nəzarətdə saxlamaq lazımdır. Deməli, bəzi işlər var ki, onlar üçün dua etməliyik, hamı üçün dua eləməliyik. Amma özümüzdə hərəkət eləməliyik. Özümüzdə hərəkət eləməliyik. Amma bəzi işlər var ki, onlar çətinlikdir. Qəza və qədərə razılaşmaq lazımdır. Niyə görə mənim qardaşım cavan öldü? Həyatdır, birinci cavan deyil ki, elə deyil. Bir misal olaraq deyirəm, birinci cavan deyil ki, dünyasını dəyişir. Bu həyatın qaydası bundan ibarətdir. Bu həyatın qaydası bundan ibarət. İnsan bəzən görürsən küləklə vuruşur, yağışla vuruşur. Elə mənim üçün qalıb, misal üçün, cavan uşağı deyirəm, maşını yumuşdum, elə məni gözləyirdi ki, maşını yum, yağış yağsın. Sən gözləmir deyə, sən hava proqnozuna baxmamısan, maşının yanında, problem səndədir. Ki, bugün yağış yağmadı, yox, Allahın işi gücü qutarıb, mənim üçün yağış yağdıracaq. Belə deyil məsələlər. Yaxşı, bəzən görürsən, hadisələrə razılaşmaq lazımdır. Üzr istəyirəm, xüsusi olaraq ağsaqqallardan üzr istəyirəm, cavanlar evlilik məsələlərində heç cür həll eləyəmirəm bunu. Nə oldu bu? Biraz sakitləşmək lazımdır. İnanın ki, sakitləşəndə Allah gəlir, lazımı neməti gətirir, sənə verir. Və yaxud da ona çata bilmirsənsə, Allah sənə bir ürək, ruh verir ki, sən onu daha istəmirsən. Ona görə Ustad Cavadi Amili buyurur ki, çox gözəl cümləsi var, olduqca gözəl cümləsi var. Buyurur ki, Allah istəyir ki, sözə baxın sizə Allah istəyir ki, biz ürəyimizin istədiyini eləyək. Amma bu ürəyi Allaha verəndən sonra ürəyimizin istədiyini eləyək. Çünki ürək Allahın əlində olandan sonra o ürək pis şeylər istəmir, yaxşı şeylər istəyir. Heç də belə bir tərbiyə görmüş evlada baxın, bir də tərbiyə görməmiş evlada. Məlumdur da, ikisi də uşaqdır, eyni yaşdalar, amma tərbiyə görəndən sonra heç vaxt pis şeylər istəmir, səni yormur, səni pis yerlərə aparmır. Bəzi hadisələr var ki, onlara görə razılaşaq, amma bəzi hadisələr var ki, bəli, həlli yolu var. Həlli yolu var. Biz görək burada Allaha arxayın olaq. Elə bu bir-iki cümləyə deyim, yekunlaşdırım. Musa Peyğəmbər gəlir çayın kənarına. Ona görə İmam Səccad bu hadisəyə işarə edir. Duanın əvvəlini bilirsiniz də, Məqatil Müsəleyman duası, İlahi keyfə əd'ukə və ənənə və keyfə əxtəhu və ənd rəcai mink və əntə ilahi. Necə səni çağırım ki, mənəm, necə ümidimi səndən özüm. Deməli, burada imam Allahdan nəsə istəyəcək. İmam yalvarış cümlələri ilə çağırır. İndi deyir ki, Musanı necə çıxartdın o çətin vəziyyətdən? Musanı necə xilas edin? Gəldilər, dayandılar çayın kənarında. Qısa danışıram sizin üçün. Ən çətin vəziyyətdir. Baxın, Allah Musa Peyğəmbərə buyurub ki, götür Bəni İsraili də, gedin o çaya tərəf. Nil çayı olur da, Nil çayına tərəf. Xilas edirəm sizi. Nicat yolu budur. Gəlirlər çayın kənarına. Firon da qoşunu ilə arxadan gəlir. Yəni, çatsalar öldürəcəklər də bəllidir. İndi burada dayanıblar. Baxın, Allah Musanın imanını yoxlamır ha. Allah Musanın imanını daha da kamil edir. Musa Peyğəmbərin səbrini daha da böyüdür. Bunlar görürlər ki, Firon görsənir, artıq qaraltı görsənir. Firon qoşunu ilə gəlir. Deyirlər Musa Peyğəmbərə ki, nə oldu bəs? Sənin Allahın bizə kömək eləyəcəkdi. Bəs nə oldu kömək eləmir? İndi nə eləyəcəyik? Musa Peyğəmbər deyir ki, səbirli olun, gözləyin. Əgər Allah bu yolu, xilas yolu görübsə, Allah bu yolu, xilas yolu göstəribsə, deməli bizə kömək eləyəcək. Mütləq kömək eləyəcək. Musa Peyğəmbər zərrə qədər tərəddüdə düşmür. Ən çətin vaxt axı. Mən zəmanətə götürmüşəm hər birini. İndi mənə qınayırlar ki, bəs bizə kömək eləyəcəkdir. Nə oldu? Ölümlə üz-üzəyik. Bəs necə oldu bu? Ən çətin vaxtda Musa Peyğəmbər deyir ki, mənim Allahım mənə deyibsə ki, sizi xilas eləyəcəm. Bilmirəm. Bax, ən gözəl dua halıdır. Ən gözəl yalvarış halıdır. Bilmirəm, amma bilirəm ki, kömək eləyəcək. O heç vaxt səhv söz deməz. Bunu, bu etiqadı ifadə edəndən sonra Musa Peyğəmbər dilə götürəndən sonra görün nə rahat, sadə yolla həll edir. Allah mütəallim, dursaq dünya beyni ilə baxsaq, riyaziyəsən, suyu qurutmaq lazım idi, nə qədər tunel qazmaq lazım idi, elə deyir. Buradan keçmək lazım, gizlin tunellər qazmaq lazım. Necə həll edir Allah? Musa Peyğəmbərə narahat olma, o əlindəki çubuq var, suya vur sən, ardından sənin işin olmasın. Sən suya vur, deyir, vurdu suya, dərya yarıldı,
Musa Peyğəmbər keçdi və Bəni İsrail də ondan keçdilər. Xülasə Firon orada öldü. Məsələ burada İmam Səccad əleyhissalam çatdırmaq istəyir ki, bəzi hadisələr var, bəsdirin qapılardan asılı qaldınız. Sizin qapılardan asılı qalmağınız, sizin zahiri səbəblərdən yapışmağınız sizin məsələlərinizi həll eləmir. Bəzi məsələlər var ki, bunu ne üçün deyir bizə? Görsən, bəzən olur insanda. İnsan düz yolla çata bilməyəndə çalışır bir dənə əyri, bir dəfə gedim də bu əyri yolla. Allah deyir, yox, eləmə. Axı, mən nəfsimlə bacarmıram. Misal üçün, idarə eləyə bilmirəm, ən mövzumuza uyğun bir misal çəkim. İdarə eləyə bilmirəm. Allah deyir ki, Musa üçün dəryanı yarmışam, Musanı salamat saxlamışam, Fironu həmin dəryada boğmuşam. İndi mənim üçün sənin nəfsimi öldürməyə nə var? Sən mənə etimad elə. Sən öhdəvə düşəni həyata keçir, qalanda mənə etimad elə, mən sənə kömək eləyəcəm. İmam Səccad əleyhissalam bizi həm hərəkətə çəkir, həm də bizdə Allah etiqadı formalaşdırır. Və eyni zamanda bu kimi misallar çəkə bilərik. Xanım Məryəmin İsa əleyhissalamı dünyaya gətirməsi, eyni zamanda Zəkəriyya əleyhissalama qoca yaşında uşağın verilməsi. Məsələ budur ki, Allaha son dərəcə etimad eləyəsən. Görəsən var, bütün ağıl sahibləri, bütün professorlar sənə gəlib deyirlər ki, bu rak xəstəsidir. Mən işdən çıxaram bu sağalsa. Belədir də bugün ki, mən işdən çıxaram, mən həkimliyi qoyaram qırağa bu sağalsa. Allah deyir ki, sən mənə etimad elə, o həkim işdən çıxardaq. Sən mənə etimad elə, mən bunu sağaldım, o həkim görsün ki, həkimliyinə güvənib iddialı olmasın. O alim görsün ki, mən bildiyim budur. Sən mənə qulaq as, mən sənə elə batini elmlərlə qidalandırım ki, sənin ruhunun dərinliklərində mən varam. Mən varamsa orada elm xəzinəsi var. Sənin batinindən elə bir elm çıxardım üzə ki, yarım çıxarım üzə ki, qoy alim də görsün ki, yox, təkcə bu deyil bildiyi. Məsələ bu deyil. Ona görə İmam Səccad əleyhissalam bizə Musa Peyğəmbərin hadisəsini xatırladır. Bəzən görürsən, insan düşür bir çətin vəziyyətə, abrı gedəcək. Çalışır bir əyri yol tapsın ki, tək abrım getməsin. Amma Allah deyir, yox, əyri yola getmə. Əyri yola getmə. Musa dayandı. Həmin yerdə dayan. Əgər mənimlə ayağa qalxmısansa, mənimlə yola çıxmısansa, mən dediyim yerdə dayan. Musa Peyğəmbər tezə yol axtarmadı, qaçsın, başqa yol axtarsın. Həmin yerdə dayandı. Həzrəti Məryəm səlamun əleyha abrı gedirdi, ona zinakar qadın dedilər. Allah deyir, danışma. Partlayır ürəyim, axı, mən haqqam, mən düzəm, niyə danışım, özümü müdafiə eləməyim axı? Niyə görə? Allah deyib danışma, Məryəm deyir, gözüm üstə. Danışma və danışma, vəssalam. Sən danışma. Xanım Məryəm bilmir nə olacaq. Allah nə deyir, onu eləyir. Nə desə, onu eləyir. Deyirsən, bir dənə uşağa işarə elə. Uşağa işarə eləyir, xanım Məryəmin qucağında uşağı danışdırır. Baxın, Allahın sözünə qulaq asanda, özün yaxşı mənada deyirəm, özünü ağıllı hesab edib, yolun qabağında tezə yol axtarmayanda, Allah elə bağlı qapıdan yol açır sənin üçün. Allah belə bir varlıqdır ki, sən qapı olan yerdən girmək istəyirsən, Allah bağlı yerdən qapı açır və sənə həmin yerdən xoşbəxtlik sarayına daxil edir. Allahdan istəyirəm, Allah dualarımızı qəbul eləsin, Allah bizni özünə etimad eləyən bəndələrindən qərar versin. Allah Həzrət Əlinin məhəbbətini ürəklərimizə çox görməsin. Allah bu yolda bizləri sabit qədəm eləsin. Allah nəfsimizi islah yolunda, islah etmək yolunda əlimizdən tutsun. Allah'ın verirəm böyüklüyü xatirinə, mərhəməti xatirinə şəhidlərimizin ruhunu şad eləsin. Allah mərhum ustadımızın ruhunu şad eləsin. Allah'ın verəm izzəti xatirinə izzətimizi əlimizdən almasın. Allah İmam Hüseyin məhəbbətini xalqımıza çox görməsin. Allah imamımızın zuhurunda təzil eləsin. Burada iştirak edənlərin qəlblərində hər nə hacətləri, hər nə arzuları varsa, Allah tezliklə şəri hacətlərini rəva eləsin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid və lem yulad və lem yekul lehu kufuvan ahad.